Salam. Sabahınız xeyir olsun qızlar. Hər vaxtınız xeyirli, uğurlu, bərəkətli açılsın. Necəsiz? Biz inşallah yaxşıyıq. Tiramisu-dan döşətini çıxardım. Bir dənə toyuq çıxardım. Gecə çıxartmadım. Yadımdan çıxdı. Bu da buzlayıb qalıb. Bugün yemək var. Amma sabah üçün nəsə bişirməliyəm. Sabah üçün nəsə eləməliyim. Çünki sabahları vinyetka çəkilişinə gedəcəyik. Birazdan bir dənə kofta göstərəcəm. Nəzrin üçün bir dənə kofta almışam. Zara modeli. Təzəlikçi aldım onu. Altdan da düzdür alt hissəsi görsənirdi. Yəni indi onun altında da bir dənə də kofta götürmüşəm. Qəşəng koftadır. Ağ şalvarla belə qəşəng gedəcək. İndi onu da götürəcəyik. Sabahlar həm sınaq var. Ondan sonra gələcək, gedəcəyik. Avtobusa minib gedəcəyik. Bir yerdə gedərik. Biraz çəkiliş eləyərəm. Baxarsınız, eləyərsiniz. Necəsiz, nə var, nə yox. İnşallah yaxşı olasınız. Mən də şükür Allah yaxşıyam. Biraz üstü xəstələnmişdim. Yüngülvari. İndi düzdür. Tam sağalmamışam. Hava da belə isti keçir. Görürsünüz, nə dedim, hava isti keçəcək. Görürsünüz, necə qəşəng hava var. Beləncə, mən də çayımı içeyim. Çay nə idi? Suyumu içeyim, sonradakı kofemi dəmliyim. Əslində bir dənə smoothie lazım idi. Dünənlər çıxmışdım, yadımdan çıxdı almağa, siz deyin, onun adı neydi? Kəröz saplağı. Kəröz. Bunun için bəlkə elədim, başqa smoothie elədim. Deməli, mənə nə lazımdır? Alma, limon, amma limon suyu var. Deməli, alma, limon, bir adet çili, chia tohumu, bir stakan su. Bilmem, burada əziləcək, bu əzilməyəcək. Bir təzə almaymışım, bilmem, almanı əzəcək bu, hiç bilmem. Xırda eləyək. Xiyar da əlavə edə bilərəm onun içərisinə. Günləri, bazı 6-cı gündür. Hava çox qəşəngdir. Toyuğu koyacağım suyun içərisinə. Suya koyun. Paltalar bilmem, baxın görün, qoruyublar. O birisi paltalar bayrağı asın. Görün, yuxarıdan heç nə etməyəcəklər ki. Ondan sonra bayırı eləyəcəm. Burada bir meşok kartof var. Onu aparım o tərəfə. Siz deyin balkona. Burada stol vardı. Dünənləri axşam götürdüm. Heç çəkmədim videoya. Axşam götürdüm.
apardım uşaqların otağına. Burada qoymuşdum. Sonra xalcenikin altını sildim, süpürdüm və çəkib eləmədim. Dedim, başlamışkən bitirim onu, tez qutarsın. Bunu görüm içine, görüm xiyar neyse, xiyardır da. Görüm bu əzəcək onu. Qızlar, mən yayda həddindən artıq lap çox arıqlanmışdım. Kilomu bilmirəm. 40 razmerə getmişdim də mən. Yəni, hətta mənim yoldaşım biraz narazıçılıq elədi ki, yəni həddindən artıq çox arıqlanmışam. Mən ondan sonra biraz başladım yeməyə də. Elə bir ki, bir balaca özümə gəldim də, yəni kökəlib eləməmişəm də, yaxşıyam. Öz istədiyim çəkimdə, düz istədiyim mən özüm istədiyim çəkimdə deyiləm də, yəni istədiyim çəkimdən elə bir ki 1-2 kilo, 3 kilo şey olmuşam da, özüm bilə-bilə belə dedim, yedim, kökəldim. Heç kök də deyiləm, normalam, yaxşıyam. Çünki kim mənə görür ki, hamı şokda ki, sən necə belə arıqlamısan, sən necə, çünki çox kökəlmişdim. Həddindən artıq, dünənlər salona da gedəndə, salonda qız dedi ki, siz deyir ki, həmin xanımsınız, Aynurənin yanında oturan kök xanım, deyirəm, hə, deyir, necə arıqlamısınız. Hə. Qəşəng əzdi ya. Qəşəng əzdi. Daha deyirəm həmin xanıma. İndi mən yenə başlamışam qızlar arıqlamağa. Belə deyim də, 2 kilo gedirəm. 1.63 istəyirəm. İndi 66-yam. İndi 66-yam, 63 olmaq istəyirəm. Hətta 60-a gedim. Düzdür, onda laf mənə heç yaraşmır. İndi baxacam da. Qatdım onun içinə. Oy, nə qəşəng şeydir bu. Hə, baxın, rəngə baxın, görün nə qəşəng rəngi. Siz telefonu o rəngi əks elətdirmir. Hə. Mən bunu içeyim, səhər yeməyimi eləyim. Sonra da başqa işlərimizi yavaş-yavaş görərik gün ərzində. Gəlin qızlar, balkonun halına baxın. Nə vəziyyətdədir? Burada indi atlarlarını atacağım. Geçsin. Sonra süpürüm, polu silim. Ondan sonra ne edəcəm? Hə, kartofları gətirəcəm. Bir də bu gülə baxın. Yadınızdadır, yasəmən kimi vardı, belə çıxmışdı. Mən elə bildim ki, o xarab oldu, amma bitir. Soğanı atmamışdım, saxlamışdım. Nə su tökürdüm, nə bir şey, heç nə. İndi bunları başlayaq yığışdırmağa. Orada şey var, tok var, detok. Onu mən heç nə eləyə bilməyəcəm. Onu ancaq yığıb oradan asacağım. Onu heç cürə mən şey eləyə bilməyəcəm. Mən bir dənə bunları belə eləyim, götürüm hamısını yığım, sonra çəkərəm təmizləyəndə.
Deyəcəksiniz ki, bunları yemədiniz. Saxladım ki, nəsə eləyərəm. O da ki, alınmadı, qaldı belə. Qızlar, deməli mən neynədim? Polu süpürdüm, polu sildim, hər şey elədim onları. Bir dənə qaldı bunların üstünü silmək. Kartofu qoyacağım. İfşo. Əməli başladı ki, havada soyuqluq var, ha, qış hiss olunur. Qış hiss olunur. Buranı silim, bir də üstündən keçəcəm. Bitti kızlar. Buranı bitirdim. Buraları elədim. Təmiz oldu. Belə deyim də, belə dibindən kimi, istədiyim kimi təmizlik deyil, amma yenə də təmiz oldu. Yenə də təmiz oldu. Da güllərim. Özünə gəliblər. Gerayndır da, bunlarınki belə havadır da, sərin hava. İstini çox xoşlamırlar, sevmirlər. Bir də evkalipt. Evkalipt, hə də deyəsən evkalipt idi. Və yadımdan çıxdı həmişə, onun adı yadımdan çıxır. Paltalar da burası asmışam, belə. İndi Allah eləyə heç kəs yuxarıdan heç nə atmaya. Gedək indi blinçik eləyirəm. Qızlar, sabahları vinyetkaya gedirik qız nəzirindən. Gedək sabah üçün yemək pişirmişəm. Bir də şey eləyəcəm indi. Blinçik. Qızlar, bayaqdan bütün günü dünəndən elə bunu gözləyirəm. Gəldi nəhayət ki, pastel, pakrival. Əsl cehizli yataq örtüsü 230-un 250-yə. 2 dənə yastığı da var, 50-nin 70-ə, 2 ədəddir. Çift kişilik, bax, belə bir şeydir, bax. Belə bir şeydir. Qəşəng kafe, bax, mən götürdüyüm, bax, budur. Bu rəngdir. Bu tam açıqdır. Bu kafein rəngindədir. Çox qəşəngdir, bax, vidi belədir. Bir də göstərim, bax, belə krujivalıdır. Baxın, belə bir şeydir. İnşallah qardaşım qızı üçün götürmüşəm bunu. Xına yaxdı da aparacam. Baxın, rəngi belədir. Qəşəngdir. Çox şit zat deyil də, belə əsl mən istədiyim kimi belə şey istəmirdim. Necə deyim sizə? Güllü, müllü, heç nə istəmirdim də, yəni ki, heç vaxt göz yormasın. Bunu bax belənin içinə götürdüm. Bax belə. Balkonda işini bitirmişəm, rahatam. İndi bir dənə görsüz rəngi, görsüz nə qəşəyində. Burada tam görsənir. Turetskidən qırmızı lenti də taxım ona. Belə, Allah bütün subaylarımıza, bütün qızlarımıza, oğlanlarımıza toy qismət eləsin. Hər kəsin beləncinə qırmızı lentini bağlayaq. Qırmızı lent bağlamağı qismət eləsin hər kəsə. Onu beləncinə eləyim. Bibisinin gözəli. Bibisinin balı. Belə. Pis durdu. Bunu da belə, bunu da beləsinə. Bax belə, indi yaxşı oldu.
Belə. Qəşəng oldu. Şimdi bunu qoyum o tərəfə. İnşallah xınada aparacağım. Balamın hədiyyəsini. Oy. Sonra bir dəfə qızlar bir yerdə gedərik. Paltar seçəcəm. Kirayə paltar götürəcəm. Əvvəl mən götürəcəm. Sonra nəzirlə gedəcəm. Gedim bir dənə. Hansı paltardır, onu seçmişəm artıq. Hansı fasonda, hardadır, harda yerləşir. Sadəcə olaraq bir dənə gərək zəng eləyim, soruşum. Əgər oradadırsa, gedim bir dənə əynimə baxım, primerka eləyim, baxım görüm necədir, əynimdə durur. Ondan sonra bron eləyəcəm paltarı. Bax belə. Bayaqdan da başlamışam blinçiki hazırlamağa. Ay, çox getdi. Deməli, blinçik neyləmişəm? İçərisə süd yoxdur, qızlar. Yəni, südsüz də qəşəng blinçiklər alınır. Yəni, pis alınsaydı eləməzdim. Çox qəşəngdir. Deməli, burada 5 ədəd yumurtadır. 5 stəkan neydi onun adı? Sudur, duzdur, bir də un. Un da ki, gözə yarı. Bax, belənin içinə. Bax, belə kıvamı belə olur. Görürsünüz. Burada da toyuğun ətini qoymuşam. Bişib artıq. Zirincim yoxdur. Zirinci olsaydı lap əla olardı. Zirinclə toyuq super dadı olur da. İçərisindəki duz, istiot, soğan. Onu əlavə elədim. Şu. Gördünüz nə qəşəng yayıldı. Şöba belə. Bu bişməyində olsun. Burada bir neçə dənə oldu yer. Baxın. Bunun prosta çox şeylədim. Bax, görürsünüz. Belə bir blinçik olur. Südsüzdür. Düzdür, süd olanda südün bir balaca dadı başqa cür olur. Gecə kaloriya şeyə görədir. Nə deyirlər ona? Pəhriz şeydir, yoxsa yox. Yəni düzdür, kalorisi bir balaca azdır. Amma ki, immini pəhriz üçün eləmək istəyirsinizsə, onda onun yerinə gərək yulaf əlavə edəsiniz. Yulaf unu. Yulaf unudakı necə edirsiniz ki, alırsınız gerkulesi üydürsünüz, un halına gətirirsiniz və salam. Özünün üçün bir dənə hazırlayırsınız, onu da yeyirsiniz. Bu da fırlanır. Bütün mən nervimi oynayır. Baxın. Bir də görsən ki, işləyir. Sonra öz-özünə tutması tutur, dayanır. Saxlayır videonu. Bilmədim, daha gördünüz, görmədiniz. İndi montaj vaxtı baxacam, görüm nə çəkdi, nə çəkmədim. Bu dəfə görürsünüz, biraz qızartını elədim. Keçən dəfə tez götürmüşdüm. Bir balaca qızartısı az idi. O da pis deyildi, yaxşı idi. Bunu belə, baxın. Bir də çəkiyorum, göstəriyorum. Baxın. Belə. Gördünüz? Qəşəng yayıldı. Bu belə. Balkonu təmizlədim. Qablar yığılıb, qabları yuyacağım. Bunu eləyim, bitirim, nəzin üçün eləyim. Görün, 2 dənə çıxdı. Bayaqları 10 dənə var idi. Bu dəfə çox olacaq. Keçən dəfə 20 ədəd alınmışdı. Bu dəfə çox olacaq. Sonra səhərimi ilə qurtarsın. Doğrudan. Burada kimi özümə biraz salat edeyim. Şöyle hər bir şey yersə yaxşı. Geri yanıma qalmaya. Gazın içərisində birazdan təmizləyərik.
qabları yuyarıq, buraları yığışdırarıq, qazın içində təmizləyərik. Birlikdə bu qızarsın. Qızlar, bayaqdan уже çərlədim. Mən telefonu basıram, çəkiliş eləmək üçün bu sönür. Mən basıram, bu sönür. Sən demə, telefonun yaddaşı dolubmuş. Onu deyirdim ki, qızlar, qorxmayın. Evdə nə eviniz varsa, ondan pişirin. Südünüz yoxdur, suyla eləyin. Əsas odur, evdə ununuz olsun, yumurtanız olsun. Ondan sonra içli yoxdursa, narahat olmayın. Biraz içərisinə pesok tökün. Zquşyonka varsa evdə zquşyonkaya batırın. Uşaqlar batırsınlar, yesinlər. Ondan sonra adicə pesok töküb elənçə yeyə bilərsiniz, blin kimi. Elə belə də yeyə bilərsiniz. Sonra mürəbbə, cem, padliva, smetan, ay sos, smetan. Yəni fərqi yoxdur da. Əsas tək evdəki uşaqların qarnı tox olsun. Yəni hər şeyin çarəsi var. Hər şeyin çarəsi var. Bölümdən başqa. Bir dənə sənə bunu verim sənə. 2 3 Qızlar, birinci eləmişəm. Hamı yedi. Qarınlarını doyurdum. Gedirəm gəlin qabları yuyum. Kuxunam yenə küsüb deyəcəkdim, köçür. Bu da ki, mənim blinciklərimdir. Baxın, kuxuna köçür, aləm köçür. Qablarımızı yuyaq, sonra da başlayaq. Qazın içərisini görün, tez bazar silək və salam. Baxın, hop, köçür kuxuna, köçür. Sizdə də yəqin ki, belə olur da, mən də nəsə pişirəndə, eləyəndə üst-üstə yığılır, beləncə bu hala gəlir, çıxır. Birdən yumaq olmur. Deyirəm, bir dənə işi eləyim, qutarım, sonra başlayayım. Amma bütün yeməkləri hamısını eyni anda mən pişirə bilmirəm. Misal üçün, blinçika eləyirəmsə, bu blinçika eləyib qutaracam, ondan sonra keçəcəm o birisinə. Salat eləyirəmsə, salatı eləyəcəm, qabları hamısını yuyacam, qoyacam qırağa, sonra keçəcəm başqa yeməyə. Bax, belədir məndə. Belə qızlar, kuxnanı yığışdırdım. O 2 dənə sular da yığmışam ora. Niyə yığmışam? Çünki dedilər ki, su kəsiləcək, su aralıqlı veriləcək. Ona görə biraz su götürdüm. Düzdür, hamamda da götürmüşəm. Düzdür, ən sevmədiyim şeylərdən biridir ki, kuxunada ya da ki, hamamda sular olsun. Heç sevmirəm. Amma məcbur, susuz qalmaqdansa belə yaxşıdır. Çünki bizim bakımız var idi, bakımızı söktülər. Əhməddə yaşayan hamısı yəqin ki bilər. Kim ki Əhməddə yaşayır, hamının bakını söküblər.
Hə, hamının bakını söküblər, bizimkin də həmçinin. Ona görə qalmışıq baksız və belə şeylərə möhtac, belə deyim də, işimizdən tutur da, yəni möhtacıq belə su yığmağa. Belə qabları da yudum, çaydanı da yudum, su qoydum qaynasın. Belə bunlar qaldı. Üstünü indi örtəcəm. Всё. Hər birinizi öpürəm qızlar. Sağ olun, sağla qalın, özünüzə yaxşı baxın. İnşallah ki yenə çəkilişlərimi eləyəcəm. Öpürəm. Sağ olun, sağla qalın. Hələlik. Əla. Geçəyinsən. Bu balona belə açıq dayanışdır. Qəşəng oldu. Sən də deyirdin ki, narahat idin. Ki, ay, bu da belə gəldi. Bax, bu da belə getdi. Bizlər gəldik. Hər kəsə salam. Necəsiz? Ay, nə gözəldir. Gör nə gözəl studiyadır. Bu da vaqon. Ay, nə gözəl yerdir bura. Duman deyə, qəşəng duman gəlir. Havalar maşallah yaxşı keçir ha. Amma əməlli başlı duman görsənir kameradan. Biz də elə çəkilişimizi elədik. Evə qayıdırıq indi Nəzrindən. Elə biraz oturduq siniflə. Yedik, içdik, qalxdıq ayağa. Hə, günümüz çox yaxşı keçdi. Allah hamının, necə deyim, günü xoş keçsin, firavan keçsin, yaxşı keçsin. Hə, burada nə qəşəng gül əkiblər, hə? O şeydəndir, mənkindən də, Nəzrindir. Ay canım. Pişiklər keyfdədirlər. Birazdan deyəsən istidir, hə? Atapleniya istidir. Oturacaqlar orada. Belə qızlar. Bu gün yəqin ki çatmayacağım. Saat indi hal-hazırda 8-dir. İnanmıram çatam montajlamağa. Gedərəm evdə axşama kimi, səhərə kimi eləyərəm. Sabahlar inşallah səhər-səhər paylaşaram. Hər birinizi öpürəm qızlar. Özünüzə yaxşı baxın. Allah amanında olun. Sağ olun, sağlıqla qalın. Hələlik.